Siz təsəvvür edin ki, 1939-45-ci illərdə İkinci Dünya müharibəsi dövründə Fransada heç kim düşünmürdü ki, necə olsun demokratik bir cəmiyyət quraq. Fransada düşünülürdü ki, faşizmdən necə qorunaq. Orta səviyyəli dövlətlərin taleyi böyük dövlətlərin hansı qərarlar almasından çox asılıdır. Və belə bir vəziyyətdə bizim dünyada olan tendensiyadan kənara çıxma lüksumuz yaxud da imkanımız yoxdur. Dünyada olan tendensiya nədir? Dünyada hansısa bir qərarla mı gəlib hansısa ölkəyə qarşı müdaxilə edirlər? Yox. Dünyada hansısa bir demokratik bir səs çoxluğu ilə mi qəbul edirlər ki, hansı ölkənin rejimini dəyişək ya hansı ölkənin rejimini saxlayaq? Belə bir söhbət yoxdur. Yəni, bir böyük dövlət qərar qəbul edir ki, sən nüvə silahı istehsal eləməməlisən, sən hansısa bir şəkildə öz torpağını, Qrenlandiyanı mənə satmalısan, yaxud da bir ölkənin prezidentini gedir ölkədən oğurlayır, gətirir özünə qoyur. Və belə bir vəziyyətdə biz orta səviyyəli dövlət birinci növbədə nəyi düşünməliyik? Birinci növbədə təhlükəsizliyi düşünməliyik də. Burada bir avtomatik, belə insani bir duyğudan söhbət gedir. Bu günləri Rusiya Ukraynada demokratik bir dövlətdir, seçki ilə prezident seçilib, məclis seçilibdir. Rusiya girib işğal edib. Bu gün də Kiyevi bombalayır və Ukraynada bu gün demokratiyanı düşünən nə qədər insan var?